gözəl oğlandı. Qaqaş yaxşı dostdur. Qaqaş mən yenə deyirəm, heç kim inciməsin. Qaqaş mənə zəng eləsə ki, dünən mənə zəng elədi. Amma mən xəcalət çəkdim otelin içindəki. Bu yağışlı gündə Qaqaş kimi oturur. Mən burada başqa bir ailədə toy oxuyuram. Deməli, mənim sənətim gözəl sənətdir, amma hamması var, sizə heyran olun. Yəni, dostuna sir açanda adam boylanır sağa sola ki, görün mən bu dostum sabah mən satacaq. Elə bir dostlar da var, dostuna sir açma. Dostumun da dostu var. Bu dostu var. Aa dostlar. Falan şey belə oldu, falan şey belə oldu. Mən Qaqaşa qurban olum. Qaqaşın sayəsində siz dostlarına da qurban olum. Ona görə ki, qadının erkeğe dişisi olmaz zaten. Qadının da dostları var. Qadın deyəndə mən də bir ailənin kişisiyəm. Mən də bir ailənin balasıyam. Olsun mahnı oxuyanam. Mahnı oxuyanlar deyəndə mahnı oxuyan elə deyir ki, özünü böyük hündürdən atarar. İnsan nə qədər ağaç bar verəndə görürsən, ay Qaqaş qanatlarını aşağı salır. Yanır. Hündürdən gedən adamın çörəyi yoxdur. O gün ortaya kimi yeyə bilər o çörəyi, ondan sonra tapanmaz. Hündürdən getməyən insan axıra kimi yaşayar. Mən 33 ilin mahnı oxuyanıyam. O az işdir ki 33 ildə mən dünyada gözüm hər şeyi görür. Gözüm görsə nə deyib Şakir, onu gördün mü dedim, görmədim. Mən oxuyuram qardaş, mən nə bileyim onu arayırdı. Və sənin yanından keçdi, yenə görmədim. İnsanlar bu sənəti hər adam işlədilməz, qadın olaraq. Qadınlar çoxdur, oxuyan qadınlar. Onlara da qurban olun. Onlar da mənim balalarım, ürəyimdir, canımdır. Hər insanın öz zövqü var, hər insanın öz mənliyi var. Hər insanın öz şəxsiyyəti var. Demirəm, mənim dostum yox, mənim də dostlarım çoxdur. Yəni mən buradan Astraxana gedirəmsə, elə bir yerdən zəng gəlir ki, Totan xanım, mən ki divar arasındayım, mənim balamın toyunu oxumalısınız. Mən o telefonda ona pul söhbət eləməyə mənim haqqım yoxdur. Mən boş da qayıtsam, onu özümə qabul edirəm ki, mən getdim o insanın könlünü aldım, gəldim, o mənə qədər böyük bir fəxirdir. Elə insanlar da var ki, ağa, falan yer etmişdim, mən sizə qurban olum. Mən Qaqaşın mərdliyinə qurban olum. Elə də kirvəsi gəlibsə də, deməli, Qaqaş gözəl oğlandır ki, kirvəsi də gözəl oğlandır. Ömrüm günüm, emiş, sizə qurban olum. Emo, siz mənim ürəyimsiniz. Sizdən də Elxan Savaq, dedi, ay Totan xala, dedim, can. Səni kim? Dedim, Elxan, məni qaldırma, mənim ərim zadım yoxdur, qoy rahat yatayım. Mən özüm üçün həyat sürüyorum, qoy yatayım. Mana var, ay Elxan. Məni qaldırsan da qalxacam, qaldırmasan, paltarı yatıb paltarı qalxıram. Mən qımırlardan yoxdur, qalx belə giyin, mən özüm üçün həyat sürüyorum. Bu bir, bəli, həqiqətlə xoşbəxt adam. Yəni, mən sözümü deyən adamım, yediyimi də yeyən adamım. Mən kişi kimi şeyəm, mən fəxir yox, soğundurmadım. Mən elə yerə bilə dolmuş adam, paltarı yatdı, deyirəm, mən nə yatdı olsam, mənki də sənkindəndir. Sizə qurban olun, öpürəm. Siz mənim canımsınız. Allah sizi saxlasın.